Salam əziz izləyicilər, Respublika qəzetinin 8-ci gün rubrikası efirdədir. Gəlin həftənin ən yadaqalan hadisələrini bir yerdə nəzər salaq. Martın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Xəyal etmək azadlığı sərgisində iştirak ediblər. 10 mart tarixində isə Şimali Makedoniya Respublikasının prezidenti Gordana Silyanovska-Davkova Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Rusiya prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı dostluq ordeni ilə təltif edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın BFM TV-yə müsahibəsi zamanı ölkəmiz əleyhinə səsləndirdiyi əsassız iddialara dair yerli medianın sualını cavablandırıb. Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimat mərasimi keçirilib. Martın 11-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının prezidenti Gordana Silyanovska-Davkova ilə təkbətək və lanç əsnasında geniş tərkibdə görüş olub. Daha sonra ölkə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Milli Məclisin sədri Sahibə Qafarova Tbilisidə Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşüb. Eyni gündə Azərbaycanın Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Astanada Qazaxıstanın baş nazirinin müavini Xarici İşlər Naziri Murat Nurtleo ilə danışıqların yekunlaşmasından sonra jurnalistlər üçün keçirilən brifinqdə çıxış edib. Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib. 12 martda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcidxanı və BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovyanı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike Freyberganı və İsmail Serageldini keçmiş dövlət və hökumət başçılarını, mərkəzin idarə heyətinin üzvlərini qəbul edib. Türk Dövlətləri Təşkilatının yenilənmiş bayrağına keçidin rəsmi olaraq tamamlanması münasibətilə təşkilatın İstanbuldakı qərargahının önündə bayraq qaldırma mərasimi keçirilib. 13 martda Bakıda dünya düzəninin yenidən düşünülməsi, çağırışların fürsətə çevrilməsi mövzusunda 12-ci Qlobal Bakı Forumu öz işinə başlayıb. Prezident İlham Əliyev forumun açılış mərasimində çıxış edib. Eyni gündə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Albaniya Respublikasının prezidenti Bayram Bega ilə görüşüb. Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlər arası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqlarının yekunlaşmasına dair bəyanat yayıb. 14 martda Prezident İlham Əliyevin 12-ci Qlobal Bakı Forumu zamanı Euronews televiziyasına verdiyi müsahibə həmin televiziya kanalında yayımlanıb. Leyla Əliyeva və Arzu Əliyeva UNEK-də distan Çin dili təhsili alan tələbələrlə görüşüblər. Xocalının Balıca kəndinə köçürülən 98 nəfərdən ibarət 24 ailə evlərinə yerləşdirilib. 15 martda isə Prezident İlham Əliyev Azərbaycan Respublikası strateji obyektlərin mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Həftə ərzində çatdıracağımız əsas məlumatlar bunlar idi. Növbəti buraxılışımızda görüşmək ümidi ilə.